Salam aleyküm Hacı Məhəmməd bəy. Xoş gördük. Necəsiz? Yaxşısınız? Və ha belə gələn dostlarımız hamıza tək-tək salam ərz edirəm. Umarım ki, yaxşısınız, hər şey yaxşı olsun, istədiyiniz kimi olsun. Aleyküm salam Rıza bəy. Fikir edirəm, əlbəttə Ra cənabları. Çox sağ olun, təşəkkür edirəm. Tamam dostlarımızdan təşəkkür edirəm ki, bu videonu indi görəcəklər, sonra görəcəklər, yoxsa paylaşacaqlar digər dostlara, hamısından təşəkkür edirəm. Vaxtı çox qənimət bilin, işimin davamına dönməmişdən öncə bir-iki səfər oxuyaq. Bildiyiniz kimi Türkçülüyün əsasları kitabını oxuyuruq. Ziya Gökalp bunu yazmış və bizim şərif bir Azərbaycanlı Azərel adlı bir adam 1392-də bunu Latin əlifbasından, türkü dilində Latif əlifbasından ərəb əlifbasında türkü dilinə çeviribdir. Yəni bu kitab 8 ildir çevrilibdir Latin əlifbasına. Biz bunun 15 səhifəsini oxuduq və indi 15-ci səhifədir. Yox, bugün başlayıram 15-ci. Əslində buradan müqəddəməni oxurduq ki, o çevirmən yazmışdı və öz nəzərlərində bəzən demişdi, amma çoxu çalışmışdı ki, yenə də elə o Gökalpın, Ziya Gökalpın fikirlərini yazsın. Amma buradan bu üzə getirik kitabın əslinə və bu 113 səhifənin əslində indi 90 səhifəmiz zadımız qalır. Başlayın. 98 səhifəmiz falan qalır. Türkçülüyün əsasları. Bu kitab iki bölümdən, yəni nəzəri və əməli bölümlərdən ibarətdir. Nəzəri bölüm, yəni fikir bölümləri, əməli bölüm, yəni camiədə, ictimada görünən qismətlərdən ibarət olacaqdır. Yəni şamil olacaq olaraq, tək onlar haqqında yazılacaq. Nəzəri bölümdə türkçülüyün mahiyyəti. Mahiyyət nə demək? Özü parantez arasında yazıb, özü. Türkçülüyün özü nədir? Bu gedirik da mütərzim deyil. O yazar özü bir tərif ilə. Türkçülük nədir? Türkçülüyün mahiyyəti. İndi İranda deyirlər hüviyyətçi, hüviyyət tələb. O hüviyyət həman mahiyyətin bir ayrı anlamıdır. Həman eyni kələmədən özüdür. Mahiyyəti yəni özü, əsli, əsası. Tədqiq olur. Tədqiq dedik ki, Azərbaycan türkçəsində tədqiq işlənir və tədqiq yəni diqqət olunacaqdır. Mahiyyəti, türkçülüyün mahiyyəti tədqiq olur, diqqət olunur ki, nə mənədir? Və əməli bölümdə türkçülüyün proqramı təsbit edilir. Əməli bölümdə o iki camiədə türkçülük nədir? Biz nə işləri görsək türkçü olarıq, onun əməli bölüm, yəni o da bu bölümdə proqram, bərnamə. Proqram Latin dillərdən keçibdir, Avropayi dillərdən keçib türkçəyə və bərnamə də fars dilindən keçibdir. Proqramı təsbit edilir. Təsbit edilir, yəni ki, müşəxxəs olunur ki, nədir? Birinci bölüm. Türkçülüyün mahiyyəti, türkçülüyün özü. Türkçülüyün tarixi. Əvvəl bölümdən başlayır. Türkçülüyün yurdumuzda ortaya çıxmasından öncə Avropada türkçülüklə ilgili iki hərəkət vücuda gəldi. Deyir ki, Osmanlının sonlarında, Osmanlı topraklarında, imperiyasında bir türkçülük hərəkatı başlayır. Deyir ki, bundan öncə türkçülüyün yurdumuzda ortaya çıxmasından öncə, yəni Osmanlı torpaqlarında türkçülük özün bir ideoloji kimi, bir hərəkət kimi, bir siyasi, ictimai, əməli, fikri bir sahə kimi özünü göstərdikdən öncə, öncə olur qabaq. Avropada, yəni elə biz burada İranda Avropa deyirik, o birisi dillərdə Avropa deyilir.
Avropada türklüklə ilgili iki hərəkət vücuda gəldi. Avropada türklüyə görə iki hərəkət var idi. Diqqət buyurun, bundan öncəki türklər türkçü olsunlar, Avropada türkçülük başlanıbdır. Avropalılar bunu təhqiq ediblər. İki, türkçülüklə ilgili, yəni türklüklə əlaqəli iki hərəkət vücuda gəldi. Bunlardan birincisi fransızca Turgoete. Bu, mən biraz Fransızcamı oxuya bilmirəm, onun üçün məni bağışlayacaqsınız. Turgere, şayət belə oxunsun, deyilən türk heyranlığıdır. Biri Fransada başlanır, o da türkü deyə bir şeydir, Turgere deyilən türk heyranlığıdır. Fransada bir növ türklərə heyranlıq tapılıbdır. Tozih verəcək. Türkiyədə yapılan içi və yun toxumlar, Türkiyədə yapılan ipəkli və yun toxumalar, qalılar, çelimlər, çinilər, dəmirci və marangoz, naccarlıq dırnaq arasında işləri cildçilərin, təsibçilərin yapdıqları cildilər və təsiblər, manqallar, şəmdanlar və bənzəri kimi türk sənət əsərləri çoxdan Avropadakı sənət sevərlərin diqqətini çəkmişdi. Pəs, Fransada tapılan hərəkət nədir? Deyir ki, türk dünyasında bir iddə əl işləri var idi. Onlar sənətləşmişlər, diqqət buyurun. Avropa sənətləşib. Bəlkə sənət dövrün getmə halındadır. Osmanlı və türk torpaqlarında hala sənətdən o qədər ciddi bir əsər yoxdur. Bunun üçün deyir ki, Türkiyədə bugünkü Türkiyədən danışır. Əlbəttə Osmanlı dövrünə danışır, amma deyir Türkiyədə, yəni bugünkü Türkiyədə ki, bu adam Atatürkün istiqlaldan sonradır. Deyir Türkiyədə yapılan, yəni düzəldilən ipəkdən, yündən toxunmalar. O toxunmalar ki, ipəkdən idi, yündən idi. Yün də bilirsiniz də, bu mal heyvanın tükündən, qoyunun xüsusilə tükündən olar. Keçinin tükündən olanına da qəzil deyirik. İpək də bilirsiniz, bir növ kəpənəkdir. O kəpənəyin ağzının köpüyü havaya dəyəndə bərkiyir, bir növ ip olur. O ipə biz ipək deyirik. Pəs bunlardan toxumalar, o əl toxumaları, ya şal toxumalı, paltar falan, bu cür bir şeylər yəni. Qalılar, fərşlər, həman qali, biz də deyirik elə, türklər qali. Burada bilirsiniz, qali özü neçə cürədir da, mən bunları deməyə ehtiyac yoxdur. Fərşdir, qalıdır, gəbədir, kənarədir, nə bilim, cis qalılardır. Onların da müxtəlif şeyləri vardır ki, mən heç çoxunu indi daha özüm bir zaman ilmə salman olmağıma rağmen indi bir o qədər dəyişilib ki, bilmirəm. Kilimlər, bilirsiniz, kilimdə normalda ipdən olardı, qəzildən olardı, qəzil ilə yünü qatardılar, bir şey olardı ya da pambığı qatardılar. Onlar kilim toxunardı, çox möhkəm olardı. Normalda bunu köçərilər çox istifadə edərlər, ayaq altına çox salardılar. Çünki rahatca silinər, su da bundan geçməzdi kilimlərdən. Çinilər də bilirsiniz, çinidir də hər halda əl işləridir. Dəmirçi işləri, marangoz. Bu, biz marangoz demirik Azərbaycanda, bəlkə bəzi yerlərində marangoz deyərlər, bizdə nəccarlıqdır. Ərəbcəsini işlədirik. Deyir, bu cür işləri cildçilərin, kitab cildi zadı düzəldənlərdən mənzurudur, ya bəzi oyun cəbələrinin, qablarının cildi. Deyir ki, cildçilərin, təzhibçilərin, təzhib də bir hünərdir, çox adamlar tanır, mən o qədər tanışlığım yoxdur. Yapdıqları cildilər və təzhiblər, yəni təzhibçilər, cildçilər biri də kitablara, zadlara cildi düzəldirdilər. Bunlar manqallar, manqal da, mənqal, həmən manqallar, şəmdanlar, bunlar da
bilirsiniz Şəmdan nədir? Və bənzəri kimi türk sənət əsərləri çoxdan Avropadakı sənət sevərlərin diqqətini çəkmişdi. Pəs bu cür bənzər hünərlər, əl işləri, sənətləri, sənət bilirsiniz hünər hesab olur da, yəni türkcədə sənət teknolojiyə deyilmir, əl işinə və hünərə deyilir. Çoxdan, yəni qədimdən, hala bir uzun zaman Avropada sənət sevərlərin diqqətini, nəzərlərini yəni çəkmişdi. Bunlar türklərin əsəri olan bu gözəl şeyləri minlərcə lirə verərək toplarlar və evlərində bir türk salonu və ya türk odası düzəldirlər. Avropalıları gəlirlər Türkiyə ya Osmanlını dolanmağa və burada bu sənətləri görərlər, bunları sevərlər, pul verərlər və bunları alarlar. Lirə bilirsiniz Türkiyənin puludur. Verərək toplarlar, yəni neçə dənə alarlar bərabər və evlərində bir türk salonu ya odası düzəldərlər. Yəni bir otaq düzəldirlər, onların türk şivəsində bəzəllər. Bəziləri də bunları başqa millətlərə aid gözəl şeylər ilə birlikdə bibloları, yəni su heykəlləri arasında sərgilərdi. Pəs bunlar, deyir, bəziləri də bu alanlar, gələr də bunları ayrı millətlərdən də gedib alardılar, gətirərlər və bunlardan sərgi qoyardılar. Sərgi olur nümayişgah. Avropalı rəssamların türk həyatı ilə ilgili yapdıkları tablolar ilə şairlərin və filosofların türk əxlaqını nitələmək amacı ilə yazdıkları kitablar da Toğrayənin içinə girərdi. Deyir ki, Fransəli ya Avropalı yazarlar, filosoflar, əxlaqçılar, şairlər, ərz edeyim xidmətinizə, rəssamlar, bunlar türkün həyatına, yaşayışına, həyat yaşayış, ilgili, əlaqədar, hər nə ki ilgili ola, yəni ondan əlaqədə ola, irtibatda ola, yapdıqların tabloları. Yəni rəssamlar, nəqqaşlar türklərin zindəcanlığına, həyatına ilgili nəqqaşlar yapardılar. Nəqqaşilər ya rəssamlıqlar elədilər tablolarla. Şairlər və filosoflar türk əxlaqı nitəliyinə, yəni xüsusuna, o haqda ya onu dəqiq bilmək haqda, nitə dəqiq də olur, amacı ilə, hədəfi ilə yazıları kitablarda hər halda bir şey, o Fransa dilində Toğrayənin içinə girərdi. Yəni, yenə deyir ki, o Fransada tapılan türk maraqlığı dediği şeydə deyir, bunlar onun daxil olardılar onun içinə. Yəni, həm o türklərin, sənayeyin, hünərlərin alardılar, aparardılar, toplardılar, həm də bunların haqqında nəqqaşlıq çəkərdilər, həm də şairləri, filosofları, türklərin, fikirlərin, əxlaqların, fəlsəfələrin açıqlardılar. Və bunların hamısı o türkçülük, Fransada deyir, Toğrayəyə, yəni deyir, onun içinə girərdi. Lamartine, bilirsiniz bir yazar və filosof da əgər iştibah eləməsəm, Auguste Comte, Peter Lafayette, Əli Paşanın özəl sekreterləri olan Mesmer, Pierre Loti, Feyrer kimi yazarların türklərlə ilgili dostca yazıları bunların örnəklərindəndir. Deyir ki, bir neçə nəfər türklər haqqında, ya fəlsəfəsi, şeiri, düşüncəsi haqqında kitablar yazıblar. Onlardan bunların adlarını çəkdi. Lamartine'dir, Auguste Comte'dir, Peter Lafayette'dir və ha belə bir dənə Əli Paşa adında bir, bilmirəm, indi bu paşamız vəzirdir, yoxsa ordu kumandanlarından da, orasını mən bilmirəm. Dediyim kimi biz türkləri tanımırıq təəssüflərlə. Farslardan desələr çox tanırıq. Əli Paşanın özəl sekreteri, yəni əlçisi olan adamlar ki, üçünün adını çəkir.
Mesmer'di, Pierre Louis'di, Feyrer'di. Bunlar da türklərlə ilgili dostca, düşməncə yox, casus kimi yox. Kitablar yazıblar. Onların örnəkləridir, yəni misallardır bunlardan, nümunələrdir. Avropadakı bu hərəkət tamamilə Türkiyədəki türklərin gözəl sənətlərdəki və əxlaqdakı yüksəkliklərinin bir sonucudur. Avropada görünən o hərəkət, yəni bu iki türklərin haqqında bir də işlər görünür, ya sənaye və hünərlərə alınır, nəqqaşi çəkilir. Bu cür bir şeylər, fəlsəfə və kitablar yazılır. Türklərin haqqında deyir, bu hərəkət tamamilə Türkiyədəki türklərin gözəl sənətlərdəki və əxlaqdakı yüksəkliklərinin bir sonucudur, onun bir nəticəsidir. Bunların həm gözəl əxlaqının, həm gözəl hünərlərinin bir sonucudur. Yüksəklikləri, yəni üstünlükləri, yuxarılıqları. Bilirsiniz, məsələn, biz deyirik ki, məsələn, filan yüksəkliyə çıxmışdı. Məsələn, Everestin filan kəs, Everest dağının filan yüksəkliyinə çıxdı, yəni ucalığına getdi üstə. Bizdə bu zirvə kəlməsi işlənir çox. Məsələn, deyirlər, filan dağın zirvəsinə çıxdı. O da ya ucasına deyir zirvə. Avropada ortaya çıxan ikinci hərəkət də türkiyat, türkoloji adı verilir. Və indi ikinci hərəkət. Birinci hərəkət Avropada başlandı, pəs türk əxlaqına, fəlsəfəsinə və hünərinə əlaqə və onları toplamaq, onların haqqında yazmaq idi. İkinci görək nədir? Avropada ortaya çıxan ikinci hərəkətdə türkiyat, adına türkoloji. Türkiyat ərəbcəsi, ərəb kəlmə ilə qatışıq, cəmi ərəbdir. Türk sözü türkçədir. Türkiyat, yəni cəmi ərəbi bağlayıbdır bunu. Əlifdə ilə cəb bağlayıbdır, bu ərəbcədədir. Bunun adına elmi deyirlər türkoloji. İndi danışıqlarda bu dərs deyilir, türkoloji. Rusiyada, Almaniyada, Məcaristanda, Danmarkada, Fransada, İngiltərədə bir çox bilim adamları əski türklərə kimlər olur? Hunlar və Moğullara aid tarixi və arkeolojik araşdırmalar yapmağa başladılar. Pəs bir də millətlərin mütəxəssisləri başladılar türklər haqqında araşdırmaya. İndi görək onlar hansılardır? Deyir ki, Ruslar, Almanlılar, Məcaristanlılar, Danmarkalılar, Fransəlilər və İngilizlər. Bunlardan olan bir çox, bu millətlərdən olan bir çox bilim adamları, yəni elm sahibləri, alimlər, əski türklərə görə, tarixdə əsli, qədim türklərə görə ki, ibarətlər Hunlara və Moğullara aid. Yəni, əslində üç əsli türklər, Hunlar və Moğullara aid tarixi və arkeolojik araşdırmalar yapmağa başladılar. Arkeolojik olur, deyək ki, bağıstanşinasi. Araşdırmalar olur, təhqiqat, yapmaq da olur, farsçası əncamdadən, türkçəsi eləmək. Başladılar, yəni bir iş, təhqiqlərə başladılar. Türklərin əski bir millət olduğunu, olduqca geniş bir alanda yayılmış olduğunu və çeşitli zamanlarda dünya əgəmənliyinə yaraşır dövlətlər və yüksək mədəniyyətlər qurduğunu meydana qoydular. O, Ruslar, Almanlılar, Məcarlılar, Danmarklılar, Fransəlilər və İngilizlilər başladılar təhqiqata. Nə oldu? Türklərin əski bir millət olduğunu, türklərin hamısı bir millətdir. Bunun adları fərq elər. Boyların adı Azərbaycanlı, torpaq üstündə deyilir. Məsələn, Türkiyəli, Türkəmənli, Qafqazlılar. Get, haranı deyirsən, deyir, onlar adlarıdır. Amma bunların hamısı bir millətdir. Bu, Avropalılar oradan tapdılar. Oradan sonra bizim əleyhimizə bunlar başladılar. Əvvəl bizi tapdılar ki, biz kimuq? Biz türk olaraq dünyanın haralarında varıq, nə gücümüz var. Oradan başladılar bizi tanımağa, sonra da bizi yıxmağa, elə ki tanıdılar, yıxmağımızı da bildilər də, bizim zəifimiz nədir? Deyir ki, bir millət olduğunu olduqca geniş bir alanda, çox geniş bir alan meydan, ərsə, mühəbbətə, çox bir geniş
vəziyyətdə. Deyək ki, yəni əvvələn torpaq genişliyində, dünya sahəsində başladılar ki, görürlər türklər kimdilər, hardadılar, hangi dillərdədirlər, hangi inancılardadılar filan. Bir geniş alan həm torpaq olur, həm düşüncə olur, həm təməddün, mədəniyyət olur, həm tarix olur, hər şeyə o geniş alan onu tuta bilər. Yayılmış olduğunu, yəni türklərin bu yayılmış olduğunu və çeşidli olur, müxtəlifdir. Farsça müxtəlif, ərəbcə müxtəlifdir. Farsçanı bilmirəm, qunaqun gərək ola farsçada. Çeşidli zamanlarda, müxtəlif zamanlarda da türklər nə ediblər? Dünya əgəmənliyinə, yaraşır dövlətlər və yüksək mədəniyyətlər yaraşır, yəni layiqdir. Layiq dövlətlər və yüksək mədəniyyətlər qurduğunu meydana qoydular. O təhqiqatdan bunu qoydular ki, türklər çox geniş bir sahədə yaşırlar, dünya üzərində çox zamanlar dövlətlər qurublar və yüksək mədəniyyət sahibiymişlər. Bunu deyir ki, çox belə güclü bir təhqiqat əsərində açıqladılar. Gerçi bu sonucu araşdırmaların qonusu Türkiyə deyil, əski Doğu türklər idi. Deyir ki, bu nəticə araşdırmaların qonusu, bu araşdırmaların mövzu. Araşdırmaların qonusunu Türkiyə deyil, bəlkə əski Doğu türklərdir. Yəni, bugünkü Türkiyə də kollən Doğu türklər. Doğu da olur şərq. Fəqət birinci hərəkət kimi bu ikinci hərəkət də yurdumuzdakı bir takım fikir adamlarının ruhuna etkisiz qalmırdı. Necə ki, deyir, o birinci hərəkətdəki Avropalılar bizdən gəlirlər, əşya alırdılar, aparırdılar, fikirlərimizi, fəlsəfəmizi, əxlaqımızı toplurdular, kitab yazırdılar. Deyir, o necə bizə təsir qoydu, biz özümüz də başladıq öz əsərlərimizə diqqət eləməyə, almağa, əlaqə göstərməyə. Deyir ki, ikinci əsər, yəni bu təhqiqat ki elirdilər, elmi təhqiqat, o təhqiqat elə bizlərdə təsir qoydu, biz də başladıq öz haqqımızda taza türkoloji qoymağa. Görək ki, türk kimdir, hangi millətdir, hardan gəlibdir, nəyi var, nəyi yoxu, coğrafiyası nədirdir, dil fərqlilikləri hardan gəlir, nə cür inkişaf edir. Fəqət birinci hərəkət kimi bu ikinci hərəkət də yurdumuzdakı, vətənimizdə, toprağımızdakı yurd vətənin türkçəsidir. Vətən ərəbcədir. Bir takım fikir adamlarının ruhuna, bir takım, yəni tim, bir məcmuə, bir tedad adam, bir takım fikir adamlarının, fikir adamları da fikir adamıdır da bunun türkçəsi elə türkçədir, ruhuna ətkisiz qalmadı, ruhuna təsirsiz qalmadı. Yəni bizim ruhumuza təsir qoydu. Özəlliklə fransız tarixçilərindən Diogenes Fransızca beləsi oxunur. Diogenes Türklər, Hunlar və Moğollara aid yazılmış olduğu böyük tarixi ilə İngiliz bilim adamlarından Sir David Lemoyne'nin 3-cü Səlimə iddia etdiyi kitabı Elmi Nafi yararlı bir kitabı adındakı genel Türk grameri aydınlarımızın ruhunda böyük etkiler yaptı. Tamam, deyir ki, harada qalmışdıq? Deyir ki, özəlliklə, xüsusən Fransa tarixçilərindən bir adam, adı David Diogenes. Əlbəttə bu Fransızcası Diogenes. Diogenes adlı bir tarixçi Türklər, Hunlar və Moğollara aid bir böyük tarix kitabı yazılmış olduğu tarixlə. Deyir ki, o böyük bir tarix yazdı, bu Fransəli. Sonra İngiliz bilim adamlarından da bir ayrı adam, Sir David Lumley bir kitab yazdı və o kitabı 3-cü Səlim, yəni Osmanlı İmparatoru 3-cü Səlimə ithaf etdi, töhfə elədi.
Kitabın adı nə idi? Kitab-ı Elmi Nafi. Kitabın adı beləsi idi. Kitab-ı Elmi Nafi. Bunun Türkçəsi bu yararlı bilim kitabı. Türkçəsi olur. Elmi Nafi, Nafi'in olur yararlı, xeyirli, elm də bilimdir, kitab da ki kitabdır. Əlbəttə dostlarımız kitabın yerinə bitik işlədirlər. Deyirlər ki, türklər kitab ərəbcədir, onun yerinə bitik işlənir. Məsələn, cənab Məhəmməd Rəhmanifər cənablarının kitab furuşisinin, kitab satdığı ya kitab evinin adı bitik evi idi, əgər səhv eləmirsəm. Mən deyirəm bəlkə bir-iki dəfə getmişəm oranın yaxınlıqlarına, yəni mütəəssifanə o kitabxanaya o zamanlar mən getməmişəm. Adındakı genel Türk qrameri, bu kitab nə idi? Genel Türk qrameri, Türk dilinin qanunları haqqında bir kitab yazmışdı. Kitab-ı Elmi Nafi, o ingilisli yazan bu haqda idi. Aydınlarımızın ruhunda ziyalı, aydının roşenfikr. Aydın bu ziyalı və roşenfikr anlamındadır. Ruhunda böyük etkiler yaptı. Onların ruhlarında çox yuxarı təsir qoydu. Etki ya ətki yaptı, yəni təsir qoydu. Bu ikinci əsər, yəni bu ingilisli yazan Türk dili qrameri yazarı tərəfindən İngilizcə yazılmışdı. Bu kitabı İngilizcə yazmışdı. Bir süre sonra anası bu kitabı Fransızcaya çevirerek Sultan Mahmuda ithaf etti. Hemen bu nevisəndənin anası, İngilislinin özü gətirib vermişdi Sultan Səlim, 3. Sultan Səlimə bir pul almışdı, getmişdi ehtimalən. Anası gördü ki, okey, bu Türklər öz dilləri haqqında bir şey bilmirlər, həm də ki, yaxşı pul verirlər. Anası gəldi, bu İngiliscəni çevirdi Fransızcaya və dubarə o şahın oğluna verdi. Və yenə bir pul aldı. Sonra anası bu kitabı Fransızcaya çevirerek Sultan Mahmuda ithaf etdi. İthaf etdi, töhfə elədi. Bu əsərdə Türkcənin çeşitli dallarından başqa Türk mədəniyyətindən, Türk etnografisindən və tarixindən söz edilirdi. Bu kitabdakı, bu nənəsi də tərcümə elədi, bu adamın nənəsi. Bu əsərdə, ya bu kitabda Türkcənin çeşitli dallarından, dalları yəni qanadları. Biz özümüz də buna qanad deyirik, dal da deyirik əlbəttə. Çeşitli dallarından başqa, yəni bundan əlavə, həm yəni türklərin çeşitli, müxtəlif, cürbəcür, çeşitli, cürbəcür dallarından, qollarından, qanadlarından əlavə, başqa, əlavə artıq Türk mədəniyyətindən, Türkün mədəniyyətindən danışdı. Bu kitabda ondan əlavə Türk etnografiyasından, valla əgər səhv eləmirsəm, etnografi ya yazı olacaqdı, ya da mən bunları deyirəm ki, sizə yazaram, amma yazanmıram, yəni vaxt eləmirəm təəssüflə. Etnografi bir də ki, soy məsələsi, nəcad məsələsi. Mən bu ikincisinə tuturam bunu. Türk etnografiyasından, yəni etnosunu, bunun nəcadını farsca, ya etnikini, bunun haqqında yazılmışları, türkçüsü o haqda danışdı və tarixindən, türklərin tarixindən söz edilirdi. O kitabda bunlar haqqında mətləb yazıldı. Sultan Əbdüləzizin son dönəmi ilə Sultan Əbdülhəmidin ilk dövrlərində İstanbulda böyük bir düşüncə hərəkəti görüldü. Osmanlı dövrəsində son padişahlara gəldiyimiz zaman, imperatorlara gəldiyimiz zaman Sultan Əbdülhəmidin son dönəmi, bağışlayın, Sultan Əbdüləzizin sol dönəmi, bu Sultan Əbdüləziz, əgər iştibah eləmirsəm, mən bəzən bu tarixləri iştibah edirəm. Sultan Əbdüləziz güya Avropaya müsafirət edərkən mason üzvü oldu. Getdi mason üzvü oldu və sonra masonların da əlindən qutara bilmədi və sonra zahirən ya özünü vurdu mərizliğə, ya məriz oldu, biləxərə qardaşı, yəni Sultan Əbdülhəmid onun yerinə keçdi. Sultan Əbdülhəmid
çox çalışdı ki, Türk dünyasını nəcat versin. Bəlkə biri də islah tələblər indi İranda var ha, türkçülər. İslah tələbdilər. Farslıların nəfinə çalışırlar. Əgər o cür bir islah tələbləri olmasaydı ki, Framasonları o zaman həm Güney Azərbaycanın hakimiyyətinə, Qacarlara bəhk girmişdi, həm də Framasonlar hər içində də islahat adı ilə işləyirdilər. Məşrutəki adı ilə istəyirdilər, gələcəkdir. Əlbəttə, bu adam onu bilmir. Bu adam o haqda danışmır ki, bunlar Framasondular. Bəli, mən o ittilaatıma bu haqda bir təhqiqat edirdim ki, bəlkə bu Şostaşuyu məğzidən sonra işləyən Günas TV-də, o da Framasoneri, İranda Framasoneridir. Təəssüflə çox güclü bir təşkilat olur Qacarların sonlarında. Xüsusən o zaman ki, hərəmsəra qapıları açılır xaricilərə. Bu hərəmsəra o qədər gözəl bir kəlməymiş ki, bura harammış ayrı adamın girməsi. Hərəm deyəndə bunlar bir şəhvətxana görürmüşlər. Bizə belə məna eləyiblər. Hərəmsəra, yəni bura bir saraydır ki, ora əcnəbilərin, yabancıların girməsi haramdır. Bura hər kəs girirsə, oradan çıxa bilməz. Öz ailəsinə belə gedə bilməz. Onun üçün bura gələn insanlar buradan eşiyə çıxanmazdılar. Buranın işləyənləri. Və daimi ömür boyu burada bu sistemi, siyasi, ictimai ittilaatını bunlar əllərində kontrol edərdilər. O zamandan ki, bu hərəmsəranın qapıları açıldı, üzlərə adamlar gəldilər, getdilər, heç da, o zamandan bu Framasonlar eləyə bildilər, girsinlər. Bilirsiniz ki, bizim ən böyük padişahımız İranda türklərin son 200 ildə ən böyük padişahı məncə Nasireddin Şahdır. Çox aydın, çox bilgi, çox savadlı, çox dil bilən bir insandır. 4-5 dili bilir, çox gözəl bilir. Gündə kitab oxumasa bu adam yatmaz və gündə kitab yazmasa yatmaz. Dünyanı dolanır, özü görür, özü dünyanın tamam fənlərini görür, o fənləri almağa çalışır, o fənlərə görə adamları istihdam edir, hətta hünərlərə görə adamları istihdam edir, dəstgahları alır, gətirir və istəyir bu vətəndə bir təğyirat icad eləsin. Danışqah qurur, bilirsiniz, adına deyirlər Darul Funun, qurur və özü buranın rəisidir, özü gedir danışçılara dərs verir, özü gedir imtahan alır, özü gedir imtahanların üzündə durur, özü bunlara caizə verir. Amma bir müddətdən sonra görür ki, bu danışqah həm müəllimləri, ustadları, xaricədən gələnlər, həm içəridə eşikdə göndərmişlər, dərs oxumuşdu, onlar ki, gəlmişlər, burada dərs deyirdilər, onlar və həm danışçıları bunlar Framason edirlər. Və bu ləhzədə gəlir mədrəsəni bağlır. Çünki deyir, bu bizim məmləkətimiz ziddinə işləyirlər. Diqqət buyurun. Bu ağıllıqda bizim bir imperatorluğumuz var idi. Çox ağıllı bir dünya görmüş, bir ağıllı imperatorumuz var idi. Mütəəssifanə dedim çıxım kimi, məşrutə hərəkatı türklərin əlindən çıxdı. Türklər bir hərəkət başlamışdılar, üstdən başlamışlar, aşağıdan yox. Aşağıdan hərəkət bu cür olar. Baxın, inqilabdan bu üzrə aşağıdan hərəkət başlanıb, hala dalı gedir. Millət hər cəhətdən dalı gedir. Əxlaq, siyasət, iqtisad, fikr, düşüncə, fəlsəfə, din, hər nə cəhətdən desəz İranda millət dalı gedir. Bəlkə maşın alırlar, bəlkə telefon alırlar, bəlkə evləri yekəlir, bəlkə rifahları çoxalır, amma fikir və düşüncə sahəsindən iqtisad ümumi sahədə dalıya gedir. Bu, o zaman, yəni məşrutədən öncəki islahçılar həm Osmanlıda, həm maalesef Qacar imperatorluğunda Framason olurlar. Və bu Framasonların məsələsi budur ki, bu Türk imperatorluğu gərək yıxılsın. Framasonların əsli amacı budur ki, o Framasonun ki, onların mərkəzidir, onlara xidmət eləsinlər. Çünki onlar bunlara güc və pul verirlər. Bunlar o
Framasonun mənfəəti üçün gəlirlər türkülərin, hakimiyyətin məşrutəçilər adına, islahçılar adına həm Qacarda, həm Osmanlıda yıxırlar. İndi mənim istədim buranı bir əlavə edeyim. Bu əsərdə türkcə, Sultan Əbdüləzizin son dönəmi ilə Sultan Əbdülhəmidin ilk dövrlərində dönəm olur, demişəm dönənləri, dönəm bir türkçədən bir ayrı türkçəyə dönmək, o anlamdadır. Buna bizim Maçlılar qırna da deyirlər. Bu da gözəl sözdür. Döncəyə. Biz döncə deyirik. Qəradağda döncə deyirik. Dönəm də onun şeyidir, yəni onun dönməli zamanı, dönən yeri, dönməli çağı, dön çağı, dönmək çağı. Son dönəmi ilə, onun yəni son zamanlar ki, dönür dəyişilir və Sultan Əbdülhəmidin ilk dövrlərində, onda ilk dövrlərində İstanbulda böyük bir düşüncə hərəkəti görüldü. İstanbulun şəhərində ki, paytaxtidir, bir böyük düşüncə hərəkəti, fikir hərəkəti göründü. Burada həm birinci bir Əncüməni Daniş Akademi düzəlməyə başlamış. Burada həm bir Əncüməni Daniş dırnaq arası ya parantez arasında akademi düzəlməyə başlamış, həm də bir Darülfünun universitet qurulmuşdu. Deyir, o zaman ki, bu hərəkət başlandı İstanbulda, bir dana bir əncümən yarandı, onun adı Əncüməni Danişdir. Əncüməni Daniş farsca bir tərkibdir, ərəb farsca bir tərkib, əncümən ərəbcə, Daniş farsca. Bunun tərkibindən bilirsiniz, Osmanlı dövründə biraz fars marağı çox idi. Biyol. Akademi, İngiliscəsi bunun akademidir. Bir dana akademi deyir qurulda, adına Əncüməni Daniş deyirdilər. Düzəlməyə başlamış, düzəlmək yəni təşkil verməyə başlamışlar da, belə bizdə də düzəlmək deyirlər. Həm də bir Darülfünun, diqqət buyurun, bu Darülfünun və Rüşdiyyə ki var, İranda da, Təbrizdə həm Rüşdiyyə var, həm Darülfünun var, bilirsiniz. Tehranda da var bir neçə yerdə Darülfünun. 5 yerdə əgər iştibah etməsəm İranda Darülfünun qurulub Qacar dövründə və Rüşdiyyə mədrəsələri bir çox yerdə qurulubdur. Ərz edeyim ki, məsələn, bunların hər ikisi dəqiqən, hətta məşrutə özü də, məşrutənin kələməsi, sözü də ki, ağızdan çıxır və fikri, bunların hamısı İstanbuldan gəlmədi bizə. Yəni, İstanbulda bir hərəkət başlanıb, o hərəkət gəlibdi bizə. Türkdən Türkə hərəkət keçibdi. Orada da Darülfünun qurulur, burada da qurulur, orada da akademi, Əncüməni Daniş qurulur, burada da qurulur, belə bir şeylər. Darülfünun İranlılar, diqqət buyurun, farslar, məsələn, Sasanlı dövründə məsələn deyirlər, belə bir şey yoxdur. Çünki tarixdə görünmür ki, Sasanlı dövründə bir, məsələn, kitabxana olsun, danışıq olsun. Cöndi Şapur deyirlər, amma Cöndi Şapur nə idi hələ açıq deyil, bəlkə də bəlli deyil. Çünki dostların biri bir gözəl bir şey yazıb ki, mən özüm də bunu təhqiq elədim üstündə. Baxın, Təxti Cəmişidin dövrəsinə bir diqqət eləyin nəqşədə, bir vurun geçədən baxın. Onun dövrəsində o kax niyə orada qırılıbdır? Axı qədim o zamanlar ki, bir kax düzəlirdi, o şəhrin mərkəzində olardı. 7 qələnin içində olardı şahın evi. Yəni, əgər birinci qələ divarları sınsaydı, düşmən girsəydi, ikincində qalardı, üçüncündə qalardı, dördüncündə qalardı, beşincində qalardı, 7-ci qələ. Yox, 7-ci yox, elə şahın, məsələn, onlar birinci qələ, bir qələləri vardı, 2 qələləri yox idi. Bu şəhrin dövrəsində o qələ niyə yoxdur? Bu şəhrin, şahın bu, düzəldiblər, bunu istəyirəm deyəm, tazadır, ha. Bunun dövrəsində niyə o bir şəhər yoxdur? Yaxı, şah gedib tək qalacaqdı orada. Onun yemağı, içmağı hardan gələcəkdi, suyu hardan gələcəkdi, harada hamamı nəcir olacaqdı bunun. Baxın, bunlar bir şah bir yerdə qalar ki, orada həm əmniyyət, həm iqtisad, həm hər şey yuxarı səviyyədə olsun. Əkinəcək, almaq, yemaq, içmaq, hər şey yuxarı səviyyədə olsun. Çöldə ki, su yoxdur. Ev eşik yoxdur, yəni ayrı adam yoxdur şahdan. Məsələn, Təxti Cəmişiddən sonra orada ev yoxdur.
Siz orada bir 10 kilometr sağına, 10 kilometr soluna, hər tərəfinə gedirsiniz, gedin. Ev yoxdur. Niyə yoxdur? Əkinəcək yoxdur, su yoxdur, daimi su yoxdur. Yəni orada bir daimi bir yoğun su olmalıdır. Məsələn, siz gedirsiniz İstanbula, İstanbulda bir dənə şey var, kax var, dolma sarayı. 1300'ə yaxın bunun otağı var. Bunun qabağından bir su gedir ki, o suyun içində gəmi sürülür. 10 dana gəmi bir-birinin dilinə sürülür. O suyu gətirirlər. Onun da ətrafı, kaxın da ətrafı, dolma sarayında ətrafı, hər tərəfə getsəz bir neçə kilometr şəhərdir. Buna görə şaha əmniyyət yaradır bu. Şah millətin şəhər olaraq mərkəzdədir, uca bir yerdədir. Düşmən ora gəlməyi çox zaman aparar. Eyni halda şaha qaçmaq imkanı verir. Yəni şah oradan istədi qaça girib gətirir biri ayrı taya. Amma siz bunu şeydə görmürsünüz. Bu məsələn şeydə görmürsünüz. Bu adı nədir siz deyin. Taxti Cəmşiddə ya Pasarqatda ya bu cür bir yerlərdə. Onun üçün bir də ki o rəhmətli Purpirarın kitablarında deyilir, mən oxumamışam bu kitabları hala, yəni bunu da oxumamaq zərərdir əslində. O Purpirar da deyir ki, İslamdan qabaq İranda əslində adam yoxdur ki, kitab yaza, danışqah qura. Bu bir nağıldır düzəldiblər. Bu söz bu qədər də ciddi olmasa bir həqiqətdən əlaməti var. Yəni İslamdan qabaq İranda nə varmış ki, gələ deyirlər ki, kitabxanalarımızı od vurublar. Kitabxanalara od vurublar deyəndə, yəni ərəblər od vurublar deyəndə, bu gəlir ki, məsələn bir otaq varmış, içinə bu kitablar ki biz bugün alırıq, onlardan alınmışlar, qoyurmuşlar, bunlar da gəlib od vurublar, yanıbdır. Axı bu söz yalandır, o məqtədə kağız yoxdur. O məqtədə kitabxana bu məfhumda anlamı yoxdur. O məqtədə ya dəri üstündə, ən keyif sadəsi budur ki, ya dəri üstündə yazılacaq, ya da torpaq üstündə, kərpic üstündə, loh üstündə yazılacaq, ya da təxtə üstündə yazılacaqdır. Diqqət buyurursunuz. Bunun üçündür ki, onlar yalandılar. Hər halda, bunlardan geçaq qeydaq sözümüzə. İstədim bunu deyəm ki, onlar o 1400 il bundan qabaq yazılan mədrəsələrə düzələn bir şeyə ki, düzəlib ya yox, onda şək gelirik. Ona deyirlər danışqah hidrondi şapur. Biz Qacar dövründə düzəlmiş danışqahlara ki, Avropadan müəllim gətiribdi, elmləri amuzəşi, modern elmi, modern mühəndisliği, modern topsazlığı, tüfəksazlığı, mühəndisliği da deyək, yəni müxtəlif. Yol mühəndisliğin, sənaye mühəndisliğin, ondan sonra hünəri, tərcümə, xarici dillərdən tərcüməni, çapxananı, filanı, bəhmanı öyrədir, tibbi öyrədir, davasazlığı öyrədir, dava düzətməyi öyrədir. Bunlara biz danışqah demirik. Demirlər, yəni farslar demirlər. Qacara baxın, Qacar dövrünə danışqah demirlər. Deyirlər, Rza Şah danışqahı qurdu. Yəni, bir də Sasani dövründə danışqah var. Diqqət buyurun. Vəsətdə nə mənə vardı? Məsələn, Təbrizdə o bir dənə danışqah yeri var ha. İndi mən adıma düşsə deyərəm. Onu məsələn danışqah hesablamırlar. Mərağədə olan danışqahı danışqah hesablamırlar. Xəyyam olan danışqahı hesablamırlar. Yəni, bunlar türk öyrətlərinin danışqahlarıdır. Onlar danışqah hesablamırlar. Niyə? Çünki türkü silmək lazımdır. Türk əgər elmi bir iş görmüşsə, bunlar onu görməyəcəklər. Görsələr, yəni türkə rəsmiyyət verərlər. Türkün ağıllılığın, siyasətmədarlığın, elmisevərlığın, camiəsinin qabağa getməsini, hüququn, fəlsəfənin, fikrin, düşüncənin qabağa getməsini görsədərlər. Bunlar istəmirlər onu görsədərlər. Bunlar istəyirlər görsədərlər ki, ərəblər və türklər heç zat bilməzdilər, gəlib fəqət qətl-u qarət eləyirlər. O da nağıldır. Təəssüf olsun dostlardan bir yazıq internet kəsilir. Mən eyni halda ki, çalışırdım burada. Hər halda əlimizdən gələni qayıtdı dostum. O zaman bu Darülfünunda tarix fəlsəfəsi Profesor Əhməd Vəfiq Paşa idi. Osmanlı dövründə ki, o iki padişahın, iki imperatorun son dönəmlərində əslində
Darülfununda tarix fəlsəfəsi adında dərs oxunurdu. Diqqət buyurun, tarixin fəlsəfəsi, tarixin değişməsi. Tarix deyəndə nə olur? Hökumətlər, camiələr, millətlərin nə cür gəlir, nə cür gedir. Nə cür bir millət doğulur, nə cür aradan gedir. Nə cür yəni doğulur, yüksəlir, gedir oca, yüksəklərə və nə cür o yüksəklərdən gəlir aşağıya izmihlala. Bunları, tarix fəlsəfəsi bunlardan danışır. Bunun ustadı Profesor Əhməd Vəfiq Paşa idi. Əhməd Vəfiq Paşa Şəcəri-i Türkiyyəni türklərin soy kötüyü, kötük, zoğ. Biz zoğ deyirik Qaradağda, kötük, zoğdan əlbəttə biraz üstüdür. Kötük, zoğ torpağın altındakı şeylər, qanatlar ki var yerin içinə gedib ağacı su çəkir və ağacı yerdə saxlır. Ona biz zoğ deyirik. Kök də deyirik eyni halda buna. Bunu da diqqət buyurun. Yer kökü zat deyirik. Məsələn, həbicə biz yer kökü deyirik. Yerin zoğu, kökü. Ağacın da dedim zoğuna kök də deyirik, zoğ da deyirik. Bu da var. Və kötük oradandır ki, torpaqdan çıxıb eşiyə, ta qanatlara can yoğun yeri var ha, ona da kötük deyirik. İndi Əhməd Vəfiq Paşa Şəcəri-i Türkiyyəni türklərin soy kötüyü adlı Doğu türkcəsindən İstanbul türkcəsinə çevirdi. Bu Əhməd Vəfiq Paşa bir dana kitab Doğu türkcədən. Doğu türkcə olur Uyğur türkcəsi, əgər iştibah eləmirsən. Ya Doğu Türkiyəyə görə biz də Doğu hesab oluruq. Hər halda bunu görək ki, indi sonra nə deyəcək. Doğu türkcəsindən İstanbul türkcəsinə çevirdi. O kitabın adı nə idi? Şəcəri-i Türkiyyə. Türklərin şəcərəsi, yəni ağacı. Şəcərədə bilirsiniz, normalda bu bir soydan gələn kitabdır. Bir kitablarda soylara görə yazılır. Bir soy, bir ailə, hangi dədələrdən gəlibdir bura. Normalda dədələr yazılar, qızlar yazılmaz. Normalda. Bir yol. Bu kitabın türkçəsi nə mənədir? Türklərin soy kötüyü. Bunu deyir ki, Türkiyə çevirdi. Bundan başqa Ləhcə-i Osmani deyə bir kitab, Osmanlı ləhcəsi, türk lüğəti hazırlayacaq Türkiyədəki türkcənin genel və böyük türk dilinin bir ləhcəsi olduğunu və bundan başqa türk ləhcələri olduğunu aralarında da qarşılaşdırmalar yaparaq meydana qoydu. O kitabdan əlavə ki yazdı, eləcə bu həman paşamız, Əhməd Vəfiq Paşa, bir başqa bir kitab yazdı. Kitabın adı Ləhcə-i Osmani, Osmanlı ləhcəsi. Yəni türkün bir ləhcəsi də Osmanlı ləhcəsidir. Beləsi düşünür. Türk lüğəti hazırlayaraq, yəni onun haqqında Osmanlı türkcəsi haqqında lüğətnamə yazdı. Türk lüğəti sözlüyü hazırlayacaq Türkiyədəki türkcənin, o Türkiyədə olan türkcənin genel və böyük türk dilinin bir ləhcəsi olduğunu deyir ki, o Türkiyədəki, Osmanlı yəni, Osmanlı türkcəsi ki, Türkiyədə danışılırdı, onun türk dünyasındakı dilləri, türk dillərinin ya ləhcələrinin biri olduğunu, genel və böyük, genel umumi, böyükdür, türk dilinin bir ləhcəsi olduğunu onu ispat elədi. Və bundan başqa türk ləhcələri olduğunu aralarında da qarşılaşdırmalar yaparaq meydana qoydu. Dedi ki, İstanbulda olan türkdən, yəni Türkiyədə o zamanki Osmanlıda olan türk ləhcələrindən başqa, ondan başqa ayrı türk ləhcələri də var, dilləri də var yəni. Onların arasında deyir ki, bu türklərin də arasında Osmanlı lüğətini yazaraq o birisi türklərindən həm qarşılaşdırdı, yəni qabaq-qabağa qoydu. Bunun, məsələn, Azərbaycanda anlamı budur, ya bunun müqabilində bir ayrı söz var. Məsələn, deyək ki, Türkmənistanda budur, Qırğızistanda budur, bunları beləsi yazdı.
Meydana qoydu, yəni ortaya qoydu, bir dənə kitab hazırladı, qoydu ora. Əhməd Vəqif Paşanın bu bilimsel və elmi türkçülükdən başqa bir də sənət türkçülüyünə vardı. Vardı feildir burada. Əhməd Vəqif Paşa o bilimsel kitablar ki, 2 dənə yazmışdı, deyir, onlardan əlavə bilimsel, yəni elmi də bu və elmi türkçülükdən başqa türkçülüyü elmi elədilər. Bu cürsü istir desin. Ondan əlavə, başqa əlavə bir də sənət türkçülüyünə vardı. Bir də hünərdə türkçülüyə vardı. Yəni o mövzuya da yetişdi. Evinin bütün fərdilərinin mobiliyaları, özünün və ailəsi fərdilərinin əlbisələri genəlliklə türk ürünüydü. Deyir, bu adam o qədər türkçüydü ki, elmi türkçüydü özü də. Deyirdi ki, evdə fərş, mobl, hər nə var. Mobilya, yəni, məsələn, bizim hər nə ki, evdə onun üstündə ondan istifadə edirik, beləsi deyim. Ya otururuq, ya onlardan faydalanırıq, qab-qacaq məsələn. Bunların hamısı bir türk ürünü idi. Özünün və ailəsi fərdlərinin əlbisələri. Deyir ki, özünün paltarı və ailə üzvləri, qızları, xanımları, xanımı, uşaqları, hər kəs, oğlanları, zatları, hər kəs ki var idi, hamısının əlbisələri, əlbisə ərəbcə sözdür, paltarları, türkcəsi, genəlliklə, umumən, türk ürünüydü, türk tolidiydi. Ürün, tolid, məhsul, tolidat. Ürünü, türk ürünüydü, yəni bunlar türk paltarından sonra bir şey giymirdilər, türk vəsailindən sonra bir şey almırdılar. Diqqət buyurun, bu görün bizə indi nə qədər lazımdır. Biz İran adlı məmləkətdə bu günləri türkçülük eləsək nə inəyəcəyik? Bu günləri İran adlı məmləkətdə biz istəyək türkçülük eləyək, birincisi əsli budur. Dilimizi doğru danışmağa çalışacağıq və öyrəşməyə, mən indi başlamışam bunu. İkinci, yemağımızı, içmağımızı, giymağımızı, hər nə ki lazımdır bizə, fərdi və ailəyi heç olmasa, öz ailəmizə ki zorumuz çatar. Biz hamımız gərək türk tolidatını giyək. Türk tolidatından istifadə edək. Bir şey istirik alaq yiyək. Hər nə mənə ki deyirsiniz. Alma məsələn. Bu alma türk torpaqlarından gəlsə alaq, gəlməsə almayaq. Bir paltar, türk paltarı olsa alaq, türk paltarı olmasa almayaq. Bir araba, maşın, doçərxə, çərxəyyatı, hər nə mənə ki alırıq. Oradan ki mümkündür, türk ürünü olmasa, türk məhsulu, tolidatı olmasa almayaq. Bu birinci türkçülüyün əşasıdır ha. Yap yuxarı türkçülük deyil, bu türkçülüyün yap əşasıdır. Yəni, bu türkçülüğü hamı elər. Hamı bu türkçülüğü eləyə bilər. Amma əgər bunu eləmirik, biz gedirik püfək almağa görürük, hər nə var üstünə yazıb, məsələn, Şiraz onu alırıq. Gedirik, məsələn, şərbət almağa görürük, şərbətin üzrə yazıb, şərbəti kaşan, məsələn, nə mənədir, ətri kaşan, nə mənə deyirlər? Ətri kaşan. Ətir rəyiş nə mənədir onların adına? Valla türkçəsi ətir deyirlər də, bilmirəm ki, bu farsçasına nə deyirlər? Məsələn, qızıl suyu, qızıl gül suyu alırlar da üst-üstə. Məsələn, onu görür, kaşan onu alır. Məsələn, Qəradağ ya Təbriz ya Zəncan ya Qəzvin güllərinin suyunu almır. Bu adam türkçü deyil. Bu adam millətçi deyil əslən. Bu adam əslən bilmir türkçülük nədir. Türkçülüğün biri əsli elə budur. Hər qolab, barikəllə, əhsən, yaşa. İstir gülab alsın. Əgər bu gülab kaşan olsa alır, amma məsələn Azərbaycanın torpaqlarından hər yer olsa almır. Əgər bir məhsul alır, onun üstündə türkçə yazılıbdır, bunu alsa və onun yanında hər nə farsça yazılıb onu almasa, hətta Azərbaycanda olan o şeylər ki, türkçə yazmırlar, iki dilli heç olmasa yazarlar. Yəni, türkçülüyün ən aşağı səviyyəsi budur. Buradan başlayır. Görürsünüz, bax, bunlar da Osmanlı dövründə başlayıblar türkçülüğa. Buradan başlayıb. Əvvəl öz sənətlərinə, əl işlərinə, paltarlarına, tolidatına yəni.
əhəmiyyət veriblər. Onları alıblar. Rəqibə almayıblar. Buradan bir təəssüb başlanıb millətə. Bu mənim millətimdir. Əgər buradan bir fayda gələcək, mənim öz millətimə getsin. Niyə getsin Farsa? Niyə getsin Erməniyə? Niyə getsin Kürdə? Niyə getsin Yəhudiyə? Niyə getsin Məcusiyə? Öz millətimə getsin. Olmasa millətimin düşməninə getməsin. Bu da bir məsələdir. Buradan türklüğün yap aşağı səviyyəsi buradan başlayır. Çünki buna ziyalılıq lazım deyil. Buna sadəcə demək budur ki, həmşəhrilik məsələ. Həmvətənlik, vətəndaşlıq. Yəni, türklüğün lazım deyil fəlsəfə biləsən. Lazım deyil hizb üzvü olasan. Lazım deyil millətin üçün gedəsən, şikəncə kəsəsən, zindana gedəsən. Yox. Kafidir deyəsən ki, ağa, mən qarpız Azərbaycanda olan qarpız. Meyvə Azərbaycanda olan meyvə. Gül Azərbaycanda olan gül. Biskvit Azərbaycanda olan biskvit. Hər nə mənə alıram Azərbaycan paltarı. Məsələn, hər nə alıram. Mobluman, çıraq, müraq, hər nə mənə Azərbaycanda olursa alacağam, olmasa almayacağam. Türklərin olsa alacağam, olmasa almayacağam. Onda nə olar? Məsələn, sən maşın alırsan, deyərsən mən Azərbaycan Cumhuriyyətindən ya Türkiyədən alacağam. Nə olar? Tehran görər ki, sən maşını ayrı yerdən alırsan. Sən paltarı ayrı yerdən alırsan. Təbrizin karxanaları ki, farsı yazırlar, görərlər ki, sən ayrı yerdən alırsan. Ayrı marka satılır, onunki satılmır. Nə olar? O bilər ki, karxanadar mənfəətinin dalısıcan gedir. Sərmayədar millətçi olmaz, yadınızda saxlayın. Heç sərmayədar dünyada millətçi olmaz. İlla bu ki, mənfəətinin dalısıcan gedir. Mənfəəti harada olsa sərmayə ora gedir. Pəs, İstanbulda da, Türkiyədə də türkçülük əvvəl nədən başlandı? Avrupalılar aldılar. Olan biz niyə almırıq öz məhsulumuzu? Biz bu qədər geriyə qalmışıq ki, buna görə ki, deyək, mən roşənfikrəm, mən ziyalıyam, mən kilasım yuxarıda gərək gedəm, məsələn, fars dəsmal alam, fars paltarı alam, fars filan alam, özüm millətimin yoxudum. Baha da olsa özümünkünü alım, çünki özümün millətimin qalxması mənim qalxmamdır. Mənim qalxmam millətimin qalxmasıdır. Bu millətçiliğin birinci əsasıdır. Bura gəldin, görəcəksən ki, sənin hər bir fərdin, hər nə dində olur, hər nə düşüncədə olur, hər nə idarədə olur, sazımanda olur, səndən fikri birdir, bir deyil, səndən hətta ziddidir, o sənin vətəndaşındır. Çünki o, Azərbaycanda yaşayan və Azərbaycan ürünü alan bir insandır. Bu bizi özü ilə bir-birimizə bağlar. Bizdən bir millət düzəldər. Hətta çox sevdiyi qızı Avropa modeli bir tərlik almaq üçün çox israr etdiyi halda evinə türk ürünlərindən başqa bir şey girməz deyərək bu arzusuna əngəl oldu. Bir qızı var bunun. Bu qızı istir. Bir dana farsça deyirlər zirpirahən. Ya məsələn indi nə deyirlər? Tap. İndi tap deyirlər. İngilis dilindən gedib bu tap sözü. Tər köynək. Bizdə tər köynək. İstir bu xanım qız bir dana tər köynəyi çox söyür. Məğazədə görübdür. Bu indi ya rəngi ya modeli gözəldir. İstir bunu alsın, giysin daha məsələn. Rəngi qəşəkdir. Ehtimalən qırmızı bir şeydir. Sevir. Deyir ki, əlbəttə tərlik bir də ayağa giyirlər. Bu da dəmpaya biz deyirik şeydə. Bunun türkçəsi də var. Gözəl bizim bir dostumuz var. Gözəl türk işləri bir dəmpayı. Dəmpayadır. Kəpşə. Belə bir adı var. Kəpşə kimi bir adı vardı. Türkümüzü, öz türkümüzü də bilmirik da. Yəni o qədər dəmpaya demişik ki. Ehtimalən bu tərlik ya odur, ya da ki, dediyimdə biz tər köynək deyirik, o olacaq da. Ehtimalən ayaqqabıdır. Ayaqqabını almaq üçün çox israr edir.
evə türk ürünlərindən, yəni türk məhsullarından başqa bir şey girəməz. Yəni nə sənin evimə, nə mənim evimə. Baxın, evlad dədənin sözünə baxsa, dədənin yolunu getsə, ehtiyacı yoxdur dədə deyək ki, türk danış ya, türk musiqisinə qulaq as ya, türk vəsaili alginən, filan, bəhman, fars vəsaili alma məsələ. Elə dədə məsələn bir işarə eləsə kafidir, amma uşaq bəzən görürsünüz çox sevir, dədə deyir ki, dəstur verir. Bu evə türk ürünlərindən sonra, məhsulatından sonra heç zat girə bilməz. Alacağıq. Ya da alsaq türk ürünü alacağıq. Diqqət buyurursunuz. Sürütmə. Bir dostumuzun biri, şəpik. Mən bunu şəpik eşitmişdim dostumuzdan, amma sürütmə də düzdür. Çox sağ olun. Bəli, şəpik və sürütmə. Bunların hər ikisi o dəmpaya dediyimizə deyilir. Tərliş də deyirlər Türkiyədə buna. Ona görə mən istədim bunun bir açıqlıq verəm ki, ola bilər. Tər köynək ola, indi bizdə yayılıb zirpilən. Bizdə zirpilən əslən deməzdilər. Tər köynək, bu tərdən ötürdü. Bunu gəlirlər tərin qabağını alsın. Tərlikdir. Ayağa da tərlik geyirlər. Yenə də almaq üçün çox israr etdiyi halda, israr yəni çox yalvarır da, yalvarır. İsrar edir, yalvarır. Arzusuna əngəl oldu. Əngəl oldu, əngəl bilirsiniz da, yəni bir dənə mane. Mane oldu. Türkçədə əngəlin farsça ilə biraz fərqi var. Farsçada əngəl bir qurtdur, insanın qarnında yaşar. Ya bir ayrı heyvanın, yəni özü işləməz, özgədən yiyən bir heyvana, ya insana əngəl deyərlər. Əgər bir uşaq gəlib sinni yetişib o sinnə ki, evlənilməli sinnidir, ya 18 yaşdan yuxarı deyək, sərbaz getməli sinnidir. Əgər dədəsindən yiyir, buna əngəl deyərlər. Dədəsinə əngəldir, nənəsinə əngəldir. Əgər bir heyvan, bir qurd, zəli, bir ayrı heyvanı somurursa, yiyirsə, əngəldir. Amma türkcədə əngəl sözü farscadan getmiş olsa da, bilmirəm farscadan gedib yox, amma farscadan geçmiş olsa türkcəyə mane adında işlənir. Bir şeyə mane olmaq. Tamam. Əhməd Vəfiq Paşanın başqa bir orijinalitəsi də Molière'in komedilərini türk genələşlərinə adaptə etməsi və şəxslərin adlarını və kimliklərini türkləşdirərək türkcəyə axtarması və milli bir səhnədən oynatmasıdır. Əhməd Paşanın, o paşamız ki var idi, kitab dedik, yazdı 2-3 dənə. İndi özdə başladı ki, paltarları, zadları, hər nə mənə ki var, ürün, türk ürünü məsələlə. Deyir, onun bir dənə böyük bir işi oldu. O da nə idi? Diqqət buyurun, bu da bizə mühümdür. Tərcümə işinə başladı. Bu diqqət buyurun. Görün, bir türkçü tərcüməni neynər? Diqqət buyurun, görün, nədir tərcümə edir? Deyir ki, Əhməd Vəfiq Paşa başqa bir orijinalitə. Orijinal, orijinal yəni əsl. Avropa dillərindən gəlmiş olar, indi ya Fransədən, ya İngiliscədən gəlmiş olubdur. Orijinal da deyilir indi şeydə, İranda. Biz buna Fransa dilində orijinal deyilir, əgər iştibah eləməsən, İngiliscədə orijinal deyilir. Yəni əsl. Əslisi Molière'in, Molière bir nevisəndədir, filsufdur, bilirsiniz. Onun bir kitabları var, komediləri. O komedi kitabları yazıbdır zahirən. Deyir, onun orijinal, əsl kitabını türk gələnəklərinə adaptə etməsi. O kitabı götürüb tərcümə eləsin. O kitabı Fransa fəzasında yazılıbdır, Fransəlilərə. Ya İngilizlərə. Məncə Fransəlilərə yazılıb, amma deyək ki, İngilizlərə yazılıb. Tamam, İngilizlərə yazılıb. Orası mühüm deyil. O kitab hangi millətə yazılıb, o millətin kültürü, fərhəngin daşır o kitab. Bu adam istəyir onu tərcümə eləsin. Farslar bu işi görürlər, amma fərqli görürlər. Farslar özləri istədiyi kimi kitabları dəyişdirirlər. Bu adam yox. Bu adam deyir ki, komedilərin türk gələnəkləri, türk rəsmilərinə adaptə etməsi. Yəni, türkün bəzi şeylərinə bunu tətbiq verdi. Adaptə etmək bir xarici kəlmədir. Ya Fransədir, ya İngiliscədir, hər nədir, latincədir. Onun ərəbcəsi tətbiq vermək,
Türkçəsi bənzətmək ya yaraşdırmaq. Belə bir şey olacaq adətdə. Deyir, onu türk gələnəklərinə, rəsm rüsumatına bənzədərək və şəxslərin adlarını, o nağıllarda olan, o hekayələrdə, o kitabda olan adları və kimliklərini türkləşdirərək, yəni adları və kimlikləri türkləşdirir, türkəlir. Ya adları türkü dilində yazır. Necə məsələn, indi biz onları yazanda biraz farslaşdırırıq adları, çünki məsələn deyəmirik da. Məsələn, əgər istəyək Molière, biraz ağırdır farslara, deməkləri, bizlərə də biraz bəlkə ağır gələr. Amma onun yerinə deyirik Molière. Bu farslaşdırır, Fransədən çıxır, Fransa dilindən. Deyir, eyni halda eləyə bilərsiniz, siz türk adları da o cür eləyəsiniz və türk fərhənginə görə yazasınız. Yəni, fikir ondan olur, nağıl bundan olur. Yəni, adları dəyişdirir. Türkçəyə axtarması, türkçəyə axtarma, yəni türkçəyə gətirməsi və milli bir səhnədən oynatması idi. Deyir, gətirdi bu nümayişi bir dənə daha səhnədə oynatdı, yəni nümayişi apardı, nümayişə çıxartdı. Mən görüm nə qədər qalır, bu səfə qutarsın zahirən ki, yarımçılıq elədik, amma 16-cı səfənin yarısında yox, amma qoyun bu səfəni qurtarım, sürətlə oxuyayım, bunu qurtarım. Darülfünunun bir profesoru, o bir profesor idi, indi ikinci profesordan danışır. Darülfünunun bir profesoru türkçülüyün bu ilk əsaslarını qurarkən əskəri oxullardan sorumlu baxan olan Şapqa qəhrəmanı Süleyman Paşada türkçülüyün əskəri oxullarda soxmağa çalışırdı. Diqqət buyurun. Deyir ki, Darülfünunun bir profesoru türkçülüyün bu ilk əsaslarını qurarkən, o Əhməd Paşa ki, dedik da üstə. Deyir, o türkçülüyün ilk əsasları, əvvəliyyə əsaslarını qururduğu halda, yəni qurduğu zaman, halda, əskəri oxullarda, indi eyni zamanda diqqət buyurun, bunlara çox diqqət eləyin, sonra görəcəksiniz. Darülfünun, Əncüməni Daniş və əskəri oxullar. Bunlar görəcəksiniz ki, Osmanlının, Türkiyənin bu günləri İranla fərqlədən bir şey bulardı. Sonra görəcəksiniz ki, İranda necə tərsə gedibdi işlər. Niyə Türkiyə pişrəft edir və niyə İran dalıya gedir? Bu gələn günlər bunu oxuyacağım xidmətinizə. Əskəri oxullar. Oxullar, yəni mədrəsələrdə türkcəsidir. Mədrəsə ərəbcədir, onun türkcəsi oxullardır. Heç bir şeyin farsçası yoxdur. Əskəri oxullardan sorumlu baxan olan, baxan yəni vəzir, sorumlu yəni məsul. O məsul ki, əskəri oxulların, mədrəsələrin, əskər nə mənədir? Nizami. Bizim Qacar dövründə nizamiyyələrimiz var. Bu da bu. Əskəri oxullardan sorumlu baxan olan Şapqa qəhrəmanı Süleyman Paşa. Adı buydu. Şapqa qəhrəmanı Süleyman Paşa əskəri oxullardan, yəni nizami mədrəsələrin rəisi idi. Türkçülüyü, diqqət buyurun, türkçülüyü əskəri oxulluğa soxmağa çalışırdı. Türkçülüyün fikirlərini aparırdı, sərbazlara öyrədirdi, əskərlərə öyrədirdi. Çalışırdı, nəinki azad deyildi bu desin, amma gizlidə bunları deyirdi. İndi biz əcəba gizli eləyə bilirik, türkçülük eləyə bilirik. Əlbəttə türkçülüğü heç bilirik, onu əvvəl gərək çalışaq sonra. Süleyman Paşa, məsələn, ikinci adam bu Süleyman Paşadır. Süleyman Paşa türkçülüyündə Degovins'in tarixi, bunun İngiliscəsini yazmayıb mən oxuyayım, amma türkçəsində beləsi yazıbdır. Degovignes tarixi, bu adda bir kitab var. Degovignes'in tarixi etkili olmuştur. Deyir ki, bu Süleyman Paşa'nın türkçülüyündə o Degovignes adında bir adamın tarixi kitabı təsir qoymuşdur, etkili olmuşdur. Deyə bilərik.
Çünki yurdumuzda ilk dəfə olaraq Çin qaynaqlarına dayanaraq türk tarixi yazan Süleyman Paşa bu əsərdə özəlliklə Degoviknisi qaynaq almışdır. Deyir, hardan bilirik bu adam o xarici adamın kitabından təsir alıb? Deyir, buradan bilirik ki, Süleyman Paşa yurdumuzda, vətənimizdə, yurd vətənin türkçəsidir. İlk dəfə, birinci dəfə, ilk yəni bir, son da yəni axir. İlk dəfə olaraq, birinci dəfə üçün Çin qaynaqlarına, Çin mənbə, qaynaq mənbə, kitab zat filan mənbə onlardan istifadə edirsə, ona qaynaq deyir. Dayanaraq, yəni əsas tutaraq türk tarixi yazan Süleyman Paşa. Süleyman Paşa birinci dəfə olaraq Çin qaynaqlarına, Çin mənbələrinə dayanaraq bir kitab yazıbdır. Bu kitabda Süleyman Paşa, bu əsərdə, bu kitabda özəlliklə Degoviksinin qaynağına işarə elibdir. Onu bu kitabın bir ünvanı qaynaq tutub özünə, mənbə tutubdur. Qaynaq bilirsiniz, qaynamağı da bilirsiniz. Qaynamaq o şey ki, oradan qaynır. Qaynaq da yəni, məsələn, bir bulaq qaynır. Bir qablamada su qaynır. Qaynaq o göz ki, oradan qalxır. Ona görə o kitabın içindən məlumat çıxır, siz ondan istifadə, ona deyir qaynaq, yəni oradan qeynir, qalxır və siz ondan istifadə edirsiniz. Süleyman Paşa Tarixi Aləm, Dünya Tarixi adlı əsərinin başında bu kitabı nə üçün yazmağa başladığını anlatırkən deyir ki, əskəri oxulların başına geçincə bu oxullara gərəkli olan kitabların dilimizə çevrilməsini uzmanlara buraxdım. İndi bu adam Süleyman Paşa bir kitab yazır, adı Tarixi Aləm, Dünya Tarixi. Bu əsərin, yəni bu kitabın başında, yəni əvvəlində, yap belə başlanğıcında bu kitabı nə üçün yazmağa başladığını anlatırkən, anlatır kitabı, niyə mən bu kitabı yazıram? Deyir ki, əskəri oxulların, bu sözü deyir, əskəri mədrəsələrin başına geçincə, yəni mən əskəri oxulların başına qoydular məni, o zaman bu oxullara gərəkli olan kitabların dilimizə çevrilməsini uzmanlara buraxdım. O zaman gəldim, gördüm ki, bir kitablar lazımdır bu sərbazlara, əskərlərə, əfsərlərə, örgədaq. Bu kitabları yazmasını tapşırdım uzmanlara, mütəxəssislərə. Yazmağa başladığı, okey. Dilimizə çevrilməsini, ayrı dillərdən bizim dilimizə çevrilməsini, tərcümə olmasını, yəni uzmanlara buraxdım. Fəqət sıra tarixə gəlincə. Amma o zaman ki, gəldi tariximizi yazaq və təlim eləyək. Diqqət buyurun. Tarix bu qədər önündür. Cəvad Heyət, mərhum Cəvad Heyətin sözünə diqqət buyurun. Görün, burada o Cəvad Heyət sözü hardan alır. Deyir ki, fəqət sıra tarixə gəlincə, o zaman ki, sıra gəldi görək tarixdə neyniyək? Bunun çeviri yoluyla yazdırılmayacağını düşündüm. Deyir, gördüm ki, çeviri, tərcümə yolu ilə bunu yazdırmaq olmaz. Yazdırılamayacağını, yəni imkansızdır bunu yazdıra biləsən çeviri yolu ilə. Amma bizim tariximizi, axı bizim tariximizi ayrı adamın dilindən, gözündən çevirmək olsa, bizim tariximiz olmaz ki, o ayrı adamın gözündən baxılıb, Türkün gözündən baxılmayıbdır. Avropada yazılan bütün tarix kitabları ya dinimizə və ya millətimizə, yəni türklüyümüzə aid qaralamalarla doludur. Deyir, Avropada yazılan bütün Türklər haqqında yazılan tarix kitablarının hamısı ya bizim Türklərin dinlərinə ya da millətlərinə qara yaxmaqla, qaralamaqla, yəni bunların cəngirəvani ilə o kitablar doludur. Mütəəssifanə bizim bu günləri belə mən cənabınızla danışıram, bizim bir çox düşüncə adamlarımız, milli adamlarımız xarici kitabları özlərinə Quran kimi vəhy bilirlər. İstinad eləyəndə demirlər, bu kitab doludur. Cəngirəvani ilə bu kitabı niyə tərcümə eləyibdir? Bu tərcümə eləyib ki, bu milləti öz millətinin yanında vəhşi görsə də, dalı görsə də, bunları
ədəb etməli, insan etməli görsədir. Ona görə bizə bərbər deyiblər bunlar. Çünki siz bir insanın, insanlığın bir adamın gözündə aşağı gətirsəz, ondan sonra onu öldürmək rahatdır, onu istismar eləmək rahatdır. Adamları deyir, bu adam deyil ki, bunların düşüncələri aşağıdır. Bunların adamlıqları aşağıdır. Biz bunları gedirik adam eləyək. Özünə belə tevcih elər ki, mən gedirəm bunları adam eləyirəm. Əgər öldürürəm, bunların mənfəəti nədir? Ölmək haqlarıdır ki, qalanları biz adam eləyək. Buna dehumanize deyirlər qərbdə. Yəni insanlığın azaltmaq, insanlığın ərzişini gətirir aşağı. Deyir terrorist. Terrorist dedin də bu insanlığı getdi, insanlığın demirsən ki, bu ərəbdir, bu türkdür, bu bəluçdur, bu türkçəməndir, bu qəşqaidir, bu ana dili istir, bu filan istir. Yox, onlardan danışmırsan. Deyirsən ki, terrorist. Terrorist deyəndə adamlığı getdi. Adamlığı həsf oldu. Bu da deyir ki, kitablar, Avropalılar belədir. Mütəəssifانه deyirəm, bizim belə milli insanlarımız xarici kitablara baxanda onlar hər nə nağıl yazıblar, bu da qəbul edir. Deyir ki, Şah İsmail adamları var idi, adamları diri-diri yiyərdilər. Adlarına deyirlər çiyyənlər. Yoxsa çiyyən əslən tarixdə bir dana bir məsələdir. İnsanlar savaş zamanında ət bişirməzlər. Xüsusən hərəkətdə olduğu zamanda. Ya o zaman ki istəyirlər tüstü çıxmasın, adamlar bilməsinlər bura gələn var. Onda nə inərlər? Çiy yiyərlər. Əti qoyarlar, çiy yiyərlər. İndi adamlar gəliblər, bundan alıblar ki, bunlar adamları diri-diri yiyirdilər. Bunu kim yazıbdı? Bunun qaynağı bir dana xarici dişi gəlib bir gün gedib Səfəvi dərbarına. Gedib oradan nağıllar yazıb. Mən getdim Səfəvi dərbarına, gördüm ki, Şah İsmail ya Şah Abbas ya filan kəs gətirdi 12 dana oğlan, sütül oğlan, yəni saqqalları çıxmamış 12-13 yaşları vardı, buğları zadları göyərməmişdi. Onları gözümün qabağında, diqqət buyurun, görün nə qədər zəncirəvani hardandı ha. Gözümün qabağında onların şalvarlarını çıxartdılar, onları təcavüz elədilər, sonra özünü təcavüz eləyəndən, onu təcavüz eləyəndən sonra bunu dedi ki, verin sərbazlarıma ya, verin fərmandehlərimə, fərmandehlərində bu uşaqlara təcavüz eləsinlər. Diqqət buyurursunuz nə qədər zəncirəvani. Bu söz bizim üçün indi bir tarixdir. Onlar üçün nədir? Onlar deyirlər, bunlar vəhşidirlər. Bunlar şahları belə gəlir, kiçik uşaqları aparır, təcavüz eləyir. Sonra da verir sərbazlar təcavüz eləsin. Pəs biz bunları öldürsək, o uşaqları qurtaracağıq. Biz bunların gedək torpaqlarını alaq. Belə bir şahlardan, belə bir ərteşlərdən, belə nizamilərdən bunları qurtaraq. Bizim də bu adamlarımız bu günləri bunları vəhyimizə, ağa adam gəlib tarixi dolanıb yazıbdır. Adam gəlib tarixi dolanıb səni kötüləyibdir. Fəqət kötüləyib ki, o millət ki, bu kitabın hədəfidir, o oxusun, cəsarət tapsın, desin, biz bunları gedib öldürə bildik, ala bildik. İmperatorluq bunun əsasında qruplar. Sən bunun əsasında ruhiyyən sınıb, onun ruhiyyəsi güclənib. Buna cəngi təbliğatı deyərlər. Amma mütəəssifانه biz cəngi təbliğatını hələ düşünməmişik. Türkçülüğün, indi bu kitab, bu Süleyman Paşa deyir ki, fəqət sıra tarixə gəlincə, yəni tarix kitabları yazınca, bunu çeviri yolu ilə yazdırılamayacağını düşündüm. Bunu tərcümə yolu ilə, çeviri yolu ilə, Avropayi dillərdən Türk haqqında yazılan kitabları çevirək, çeviri yolu ilə yazdırmağı mümkün deyil. Bunu düşündüm. Kitablardan heç birisi dilimizə çevrilib də oxullarımızda oxutdurulamaz. Deyir ki, o tarixi kitablar ki, Qərbidə yazıblar, bizim ziddimizə yazıblar. Cəngirəvani üçün yazıblar. Ki, gələrlər bizim torpaqlarımızı alalar, bizi bərdə eləyələr, istimar eləyələr, müstəmir eləyələr, torpaqlarımızı bölələr. Diqqət bilirsiniz. Deyir ki, heç birisi o kitablardan, heç birisi dilimizə çevrilib də oxullarımızda oxutdurulamaz. O kitabları çevirib mədrəsədə oxutduramarıq uşaqlarımıza. Çünki uşaqlarımızın zehni onunla düzələcək, özünə deyəcək, biz belə bir millətik, geriyə qalmışıq, özünə inanmayacaq, özünə etimadı səlb olacaq, öz güvənin əldən verəcək. Bu nədənlə deyir ki, yəni o paşa deyir ki, oxullarımızda oxunacaq tarix kitabının yazılması işini mən üzərimə aldım. Buradan dolayı ki, gördüm, tərcümə eləmək olmaz. Gərək bunu yazasan, həm də türkçülük fikrinci ilə, Azərbaycan düşüncəsi ilə bu kitabı yazacaqsan. Azərbaycanlı bir milli fəal kimi
beynini, zehnini Qərbidən və İranda yazdıqları və oxuduqları kitabları mənbə bilərək yazmayacaqsan. Milli bir düşüncə ilə, millətçilik və vətənpərvərlik fikri ilə kitab yazacaqsan. Okullarımızda oxunacaq tarix kitabının yazılması işinə mən üzərimə aldım. Yazmış olduğum bu kitabda gerçəcə tərs heç bir söz rastlamayacağı kimi dinimizə və millətimizə tərs düşəcək heç bir sözlə qarşılaşmaq imkanı da yoxdur. Deyir, mən yazdığım kitabda gerçəyə, həqiqətə, tərs, zidd, heç bir söz rastlamayacaq, yəni ona rast gəlməyəcəksiniz, onunla üzbəyiz olmayacaqsınız. Buna tay, dinimizə və millətimizə tərs, zidd, tərs düşəcək, heç bir sözlə qarşılaşmaq imkanı yoxdur. Heç bir söz ki, onunla tərs düşə, millətimizin ruhi ilə, cismi ilə, dini ilə, onunla da qarşı çıxmayacaqsınız, yəni üzbəyiz olmayacaqsınız. 2 sətrdə oxuyayım, bu səfəni qutaraq, o birisi səfərdən qalsın gələn həftəyə. Avropa tarixlərindəki Hunların, Çin tarixindəki Hyung-no'lar olduğunu və bunların Türklərin ilk dədələri olduğunu və Oğuz xanın Hyung-no dövlətinin qurucusu Mete olması gərəkdiyini bizə ilk kəz öyrədən Süleyman Paşadır. Bu Süleyman Paşa kimdir? Deyir, bizə bu tarix kitabçı yazdı. Burada nə öyrətdi? Dedi ki, Avropa tarixlərində bir millətdən danışırlar, adı Hundur, Hunlar. Çin tarixində bir millətdən danışırlar, adı Hyung-no, yeni Hyung. Deyir ki, onlar dedikləri və bunların Türklərin ilk dədələri olduğunu, deyir ki, bu iki dənə ki, Hunlar və tarixin yeni Hyung ya Hyung-no, bunlar Türklərin ilk dədələridir. Biz Türklərin ilk dədələridir. Amma onlar deyiblər Çinlidir, bunlar da deyiblər Avropalıdır. Oğuz xanın, Türklərin dədəsinin, Oğuz xanın Hyung-no dövlətinin qurucusu Mete olması gərəkdiyini deyir ki, Hyung-no ya yeni Hyung silsiləsinin yaradıcısı Oğuz xanın oğlu ehtimalən Mete olmasıdır. Mete adında bir oğlu ya Oğuz xanın şeyindən o deyir ki, bunun qurucusu olacaqdır. Bunun gərəkdiyini, yəni lazım görmək bunu, deyir ki, bunu kim görübdür? İlk kəz bunu görən və öyrədən Süleyman Paşadır. İcazə buyurun ilə 17-ci səfərin əvvəlindən qalsın. Bu sözü yarın, əgər ömür olursa və vaxt olursa, davam verərik. Sadəcə bir xülasə deyim, 10-15 saniyənin içində. Türkçülük özünün, millətinin, tolid məhsulatını sevməkdən, düşmənin və digərlərin məhsullarını almamaqdan, dilimizi örgəşməkdən, dilimizi və tariximizi özümüz yazmaqdan gedir. Bu yazmaqlarda zehnimizi Fars kitabları nə yazıblar, Avropalılar nə yazıblar, onlardan silməkdən geçir. Çünki bir cəng rəvanidir. Fransa ilə Türklərin arasında, İngilislə Türklərin arasında, Almanla Türklərin arasında, Rusla Türklərin arasında daimi bir dava var. Bu davanın bir qolu kitabda gedir. O kitabda yazılanlar, o Rusları, Almanları, İngilisləri, Portuqalları, İspanyolları gücləndirmək üçün yazılır. Bizi insanlıqdan çıxadıb, bizi heyvan səviyyəsinə yendirib, necə biz heyvanları öldürürük, o səviyyə bizi yendirəndən sonra öldürmək, torpaqlarımızı işğal eləmək, mallarımızı almaq. Diqqət buyur, indi bu kitablara biz inanmamalıyıq. Türkçülük buradan geçir.
Çox sağ olun, təşəkkür edirəm. Yaşayasınız dostlar. Ümid edirəm ki, sabahları eləyə bilək bu bəhsi davam edək. Yaşayasınız, sağ qalasınız. Əgər suallarınız olsa yazsaz, bu aşağıda cavab verərəm. Cavab verməyə vaxt tapsam, həttəmən cavab verərəm. Sağ olun, yaşayasınız, hələlik.